düsturu bugün sizə hədəf hissəsinə salınır. Buradakı şagirdlər biliyi təkcə dərsliklərlə deyil, həm də maraqlı təcrübələrlə öyrənirlər. Əvvəlcə hidrogen peroksid tökürük. Biz bəzi təcrübələrimizi onlayn laboratoriyalarına aparırıq. Bu həm bizim mühitimizi daha təhlükəsiz edir, həm də daha az vaxtımızı sərf edir. İndi isə biz təcrübəmizə başlaya bilərik. Biz show number ilə fərqli bir kodlar qururuq. B-ni seçib bura qoyuram. Bütün insanların mənşəyi eynidir. Onları ancaq bilik fərqləndirir. Balasa Qumlu Yusif. Məktəblərimiz bugün sizə fizika, kimya və robotexnikadan hazırladıkları kreativ işlər göstərəcək. Gəlin birlikdə onların elmi maraqlarını izləyək. Başladıq. Salam dostlar, təcrübəmizi bizə təqdim edə bilərsiniz? Hər birinizi xoş gördük. Bugün biz sizə kimya haqqında fərqli eksperimentlər təqdim edəcəyik. İlk eksperimentimiz fil dişi reaksiyasıdır. Hidrogen peroksid sabun və katalizatorla qarşılaşdıqda içindəki oksigen sürətlə ayrılır. Nəticədə böyük miqdarda köpük əmələ gəlir. Reaksiya zamanı həm istilik yayılır, həm də yaranan köpük fil dişinə bənzəyir. Bu bənzərliyə görə reaksiya məhz fil dişi adlandırılır. Şagirdlər bu təcrübə ilə reaksiyaların sürəti və katalizatorların rolunu daha aydın öyrənirlər. Buna lazım olacaq maddələr kalium yodid, maye sabun, hidrogen peroksid, qida boyası və menzurka. Əvvəlcə hidrogen peroksid tökürük. Daha sonra qida boyası. Bəs niyə qırmızı rəng? Burada istədiyimiz rəngdə istifadə edə bilərik. Sadəcə biz qırmızı rəng tökürük. İndi maye sabun tökülür və kalium yodid. İndi bir qədər gözləyirik. Bəs bu nə qədər şişəcək? Çox şişəcək. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablarda axtarın ki, mütaliəsi filosoflarla söhbət edəysin. Əbülhəsən Bəhmənyar. Bugünkü təcrübələrimiz göstərir ki, əsl uğur həvəs və çalışmanın birləşməsindən yaranır. Şagirdlərimiz bilik və bacarıqlarını nümayiş etdirdilər. Onlar bir daha sübut etdilər ki, elm maraqlı olanda daha tez öyrənilir. Salam. Salam, xoş gəlmisiniz uşaqlar. Amma onlar təcrübənizdə biz də sizə qoşulaq. Əlbəttə, buyurun. Müəllimə, bəs bugünkü təcrübəmizin adı nə olacaq? Uşaqlar, bu reaksiyamız smog reaksiyası adlanır. Məşhur tüstü reaksiyasında ammiak və xlorid turşusunun buxarları havada qarşılaşır. Dərhal ağ rəngli, tüstüyə bənzəyən hissəciklər əmələ gəlir. Bu maddə amonium xloriddir. Reaksiya şagirdlərə qazların necə sürətli qarşılıqlı təsir göstərdiyini və maddələrin dərhal yeni birləşməyə çevrildiyini əyani şəkildə göstərir. Gəlin təcrübəmizə başlayaq. Bu amonium hidroksiddir. Bu isə sodadır və xlorid turşusu. Uşaqlar sizə reaksiyanın reagentlərini təqdim elədiklərinə görə indi isə reaksiyamıza başlaya bilərik. Bəs burada nə baş verir ki, siz bunu sorucunun içində aparırsınız? Amonium hidroksid bizim tənəffüs yollarımız üçün ziyanlı olduğu üçün biz bu reaksiyanı sorucu şkafda aparacağıq. İndi isə biraz soda tökürük. Sodanı da əlavə elədiyimizə görə indi isə damcı-damcı xlorid turşusu tökməliyik. Bu reaksiya ona görə smog reaksiyası adlanır ki, reaksiyada siqaretin tüstüsü kimi tüstü çıxır. Həmçinin siqaret bizim orqanizmimiz üçün çox ziyanlıdır. İndi isə növbəti təcrübələrimizə keçə bilərik.
oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir. Sədi Şirazi. Biz bu təcrübəni monitorda aparacağıq. Bəli, uşaqlar, biz bəzi təcrübələrimizi onlayn laboratoriyalarına aparırıq. Bu həm bizim mühitimizi daha təhlükəsiz edir, həm də daha az vaxtımızı sərf edir. İndi isə biz təcrübəmizə başlaya bilərik. Çox maraqlıdır. Biz ilk dəfədir ki, onlayn laboratoriyada təcrübə aparırıq. Bu dəfə şagirdlər kimyanı onlayn laboratoriyada kəşf edirlər. Virtual mühit təhlükəsiz şəkildə maddələri qarışdırmağa, reaksiyaları izləməyə və nəticələri dərhal görməyə imkan yaradır. Real təcrübələrdə olduğu kimi burada da ölçmələr aparılır, müşahidələr edilir və nəticələr analiz olunur. Onlayn laboratoriya şagirdlərə həm praktik, həm də interaktiv öyrənmə imkanı təqdim edir. Biz əvvəlcə burada bir reaksiyanı aparacaq, hansı ki bu gümüş nitrat və xlorid turşusunun reaksiyasıdır. Burada xlorid turşusu öz kimyəvi xassələrini bizə göstərir. Başlaya bilərik. Bəli, Adi, bu çox maraqlıdır. Gəl sənə baş salım. Biz ilk olaraq gümüş nitrat seçirik. Daha sonra isə xlorid turşusunu. Və həmçinin biz bu reaksiyada yoxlayacağıq ki, görəsən həqiqətənmi sonda turşu alınır. Bunun üçün biz indikatordan istifadə edəcəyik. İndikatoru başlanğıc maddəni yoxlayır və rəng dəyişmir. Qeyd olunduğu kimi neytral mühitdir, başlanğıc mühitimiz neytraldır. İndi isə reaksiyanı aparaq. Zeynəb reaksiyanın başlanğıc maddələrini əlavə elədi. İndi isə biz bu reaksiyada yoxlamalıyıq ki, görək həqiqətən də turşu alınır, yoxsa yox. Bunun üçün biz indikatordan istifadə edəcəyik. Gördüyünüz kimi indikator başlanğıc prosesdə maddəni ölçür və bizə göstərir ki, başlanğıc mühit neytral mühitdir və onun pH-ı 7-yə bərabərdir. İndi isə reaksiyamızı izləyək və görək pH və ümumi mühit necə dəyişəcək. İndi reaksiyamızda bizə göstərir ki, son mühitimiz turşu mühitdir. Ona görə də indikatorun rəngi məhz sarı olaraq dəyişmişdir. Bəs görək bu reaksiyanın mexanizmi necə getmişdir? Zeynəb bizə həmin mexanizmi göstərəcək. Burada gördüyünüz kimi gümüş nitrat və xlorid turşusunun reaksiyası və həmin reaksiyadan hansı maddələri alındığı öz əksini tapmışdır. Müəllimə, reaksiyamız bitdi. Xeyr, Saray, təcrübələrimiz hələ ki bitməyib. Bizim burada daha bir reaksiyamız var. Bu reaksiyanı isə bizə Səmra təqdim eləyəcək. Səmranı dəvət eləyək. Çox sağ ol Zeynəb, təşəkkür edirik. Növbəti reaksiyamız üçün isə biz başqa sistemə daxil olmalıyıq. Bu sistem də bizə onlayn laboratoriyalara əlçatanlığı sağlayır və biz bugün burada hidrogen xlorid, yəni xlorid turşusunu kimyəvi xassələrindən bəhs edən reaksiya göstərəcəyik. Buyur Səmra. İlk öncə xlorid turşusunu götürürük və ondan sonra amonyak. Xlorid turşusunu ilk olaraq sistemə əlavə edirik. Daha sonra isə reaksiyanın getməsi üçün bizə lazımdır amonyak. Amonyakı isə sistemə əlavə edək və prosesi aparmaq üçün kolba. Hər ikisindən kolbaya 50 ml əlavə edək. Bu sınaq şüşəsində artıq bizə lazım olan reaksiya getmişdir. Bu isə bizə temperaturun dəyişməsindən özünü göstərir. Reaksiyanın sxemini isə Səmra bizim üçün qeyd edəcək. Amonyak, üstə gələk, xlorid turşusu. Əldə edirik NH4 xlor. Reaksiya isə ağ tüstülü müşayiəti ilə aparılır. Mənim təcrübəmiz çox maraqlı idi. Təşəkkür edirik. Çox sağ olun. Siz də sağ olun uşaqlar. Biz sizi yenidən gözləyəcəyik. Sağ olun. Sağ olun. Sağ olun. Tələbələrinə elm arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir. Xoraz Man. Olar biz də sizə qoşulaq? Təbii ki, olur, əlbəttə. Buyurun əyləşin. Bugün hansı təcrübəni aparırsınız? Mən ağıllı bala bilgələrimlə bugün sizinlə mikrobit mikrosxemaları üzərindən dəyişənlər mövzusunu keçirik və onları sizə izah edə bilərik. Buyurun, siz də yaxına əyləşin.
Mikrobit də dəyişən bir növ proqramda məlumatı yadda saxlayan qutu kimidir. Bu qutunun içində rəqəm, mətin və ya başqa bir dəyər saxlaya və onu istədiyin vaxt dəyişdirə bilərsən. Bu funksiya proqram yazanda, məsələn, sayğac, xal toplama, temperatur göstərmə kimi işlərdə çox lazımlıdır. Bala bilgələrimiz Səriyə və Məryəm hal-hazırda nə ilə məşğul olduqlarını və hansı kodları yazdıqlarını sizə bir-bir izah edəcəklər. Uşaqlar, biz bu günləri və dəyişənlərlə istifadə edən bir kod qururuq. Biz indi Mikrobit proqramında biz kalkulator eləyirik. Necə? Heç nə anlamadım. Öncədən biz mikrobiti robota yığırıq, sonra da mikrobitdə onu kodlaşdırmalıyıq. İndi isə biz kodlaşdırma eləməliyik. Birincisi biz gelirik input-a. Input-u on button A press qoyuruq. Sonra isə biz ikinci input-u götürürük. Qoyuruq on button B pressed. Sonra isə variables gelirik və make a variable eləyirik. Biz A elədik, A-də biz qoyuruq bura. Proqramımızda A basanda random number çıxır. Sonra isə B-ni basanda bizdə yeni number çıxır. Biz onu shake eləyəndə bizim plus summamız çıxır. Başlayanda biz on button presseddə A və B götürürük, 2 dənə götürürük. Ondan sonra biz variables'ı giririk. Oradan da A ilə B variables biz create eləyirik. Ondan sonra da biz show number belə fərqli bir kodlar qururuq. Ondan sonra da bizdə kodumuz alınır. Ən sonunda isə təsadüfi dəyişənlərdən 1 və 10 arasında A düyməsini bastığımızda bir rəqəm yaranacaq. Hal-hazırda 1-dən 10-a qədər 7 yarandı. B düyməsini bastığımız zaman 1-dən 10 arasında təsadüfi rəqəm isə 2 oldu. İndi isə biz onu silkələyərək alınan rəqəmi ekranda görmüş oluruq. Bu qədər aydın və sadə. Aydın oldu mu? Hələ də mənə aydın olmayan bəzi məqamlar qaldı. Onu daha ətraflı başa sala bilərsinizsə. Əlbəttə ki, o zaman gəl gedək birlikdə həmin kodları səninlə birlikdə işləyək. İndi isə B dəyişənlərinə də eyni ilə A dəyişənlərinə yazdıqların kodları təkrarlayacaqsan. İndi bura 1 yazacağam. Sonra isə burada basic-dən girib show number basıram. Və sonra burada B-ni seçib bura qoyuram. Sonra burada eyni seçib bura isə B qoyuram. Çox gözəl Saray. Belə görürəm ki, sən deyəsən dərsi tamamilə mənimsəmisən. İndi isə gəl birlikdə təsadüfi rəqəmlərimizin neçə olduğunu və yaranan hasili birlikdə tapaq. Aha, A düyməsində təsadüfi dəyişənimiz 7. B-də isə 3. İndi isə gəl alınan hasili birlikdə görək. A-da 3 olur, B-də isə 4 olur. İndi shake eləyirik və hasil 12. Beləliklə, bugünkü dərsimizdə bununla yekunlaşdı. Ümidvaram ki, sənin üçün maraqlı bir təcrübə oldu. Yaxşı kitab çox qiymətli xəzinədir. Həsən bəy Zərdabi. Pythonda şərti operatorlar proqramın hansı şərtə görə, hansı istiqamətdə davam edəcəyini müəyyən edir. Ən çox istifadə olunan operator if, elif və else sözləridir. Əgər bir şərt doğrudursa, if bölməsi işləyir. Əlavə şərtlər üçün elif, heç bir şərt ödənməyəndə isə else icra olunur. Bu operatorlar sayəsində proqramlar daha ağıllı qərarlar verir və istifadəçinin daxil etdiyi məlumatlara uyğun nəticə çıxarır. Bugün bizim informatika fənnindən də təcrübəmiz var. Bu təcrübəni Eyvaz və Banu bizə təqdim edəcək. Bugün uşaqlara başa salacaq şərt operatoru nədir? Şərt proqramın müəyyən vəziyyətə görə fərqli qərar verməsidir. Pythonda şərtlər if, elif, else ilə qurulur. If, elif, else. Bu blok bir neçə şərti ard-arda yoxlayır. Python yuxarıdan aşağı gedir. 1. If ilk şərti yoxlayır. Doğru olsa qalanları işləmir. Elif. Əvvəlki şərtə uyğun gəlməyibsə növbəti şərtləri yoxlayır. T.
temperaturu yoxlama kodudur. Bildiyimiz termometrlərdə işlənilən bir koddur. Əgər 25-dən çoxsa temperatur yazacaq ki, isti havadır. Əgər 15-dən azdırsa, yazılacaq ki, normal havadır. Burada da biz if, elif prinsipini işlətmişik. Şifrə yoxlamaq üçün bir koddur. Şifrə düz olsa, kompüterdə düzdür yazılır. Şifrə səhv olsa, yanlışdır yazılır. And və or operatorları. And hər iki şərtin doğrudursa, or şərtlərdən biri doğrudursa. Çox maraqlı təcrübə idi. Sizə təşəkkür edirik. Sizə təcrübəmizdə uğurlar. Sağ olun. Tərbiyə nəfslə, təhsil biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. Victor Hugo. Buradakı şagirdlər biliyi təkcə dərsliklərlə deyil, həm də maraqlı təcrübələrlə öyrənirlər. Əvvəlcə hidrogen peroksi tökürük. Biz bəzi təcrübələrimizi onlayn laboratoriyalarına aparırıq. Bu həm bizim mühitimizi daha təhlükəsiz edir, həm də daha az vaxtımızı sərf edir. Biz show number belə fərqli bir kodlar qururuq. Belini seçib bura qoyuram. Bizimlə olduğunuz üçün təşəkkür edirik. Növbəti həftə uğur düsturunda başqa məktəbdə, başqa təcrübələrlə qarşınızda olacaq. Uğur düsturunu tapmaqda biz həmişə yanınızda olacağıq. Hələlik isə sağ olun dostlar.